01 dekabr 2025-ci il tarixində saat 13:10 radələrində avtoqəza səbəbilə 4 nəfər qadın cinsli şəxs Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya edilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hal-hazırda pasientlərdən 3-ü cərrahiyyə şöbəsində müalicəsinə davam etdirilir. Onlardan ikisinin vəziyyəti stabil, birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Bütün reanimasyon tədbirləri və həkimlərimizin səyinə baxmayaraq, saat 14:40 radələrində 1961-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb. Masallı rayonunun Həsənli kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.